Elə yeri gəlmişkən sabah Rusiya və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri İstanbulda ikinci dəfə görüşəcəklər və heyətlərin Rusiyanın İstanbuldakı baş konsulluğunda keçiriləcək görüşündə iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması məsələsi müzakirə olunacaq. Mövzunu siyasi şərhçi Əhməd Şahidovla davam etdirəcəyik. Əhməd müəllim, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Əhməd müəllim, sabah yenidən bir görüş keçirilir İstanbulda. Rusiya və Amerika Birləşmiş Ştatları nümayəndələri arasında. Təbii ki, Ukrayna tərəfi yenə bu görüşdə iştirak etmir və bu görüş ikinci görüşdür. Sizin fikrinizcə bu görüş birinci görüşdən nə ilə fərqlənəcək? Əslində sabah Türkiyənin İstanbul şəhərində ABŞ və Rusiya arasında keçiriləcək görüş iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi, səfirliklərin fəaliyyətinə qoyulan məhdudiyyətlər və ölkədən çıxarılan diplomatların yenidən fəaliyyətinin bərpa edilməsi ilə bağlıdır. Bu görüşün birincisi hələ fevral ayının 27-sində yenə İstanbulda baş tutmuşdu və rəsmilər bildirirlər ki, bu görüşdə heç bir halda Ukrayna müharibəsi müzakirə predmeti olmayacaq. Amma istənilən halda nəzərə alsaq ki, hələ 2022-ci ildə Ukrayna müharibəsi başladığında səbəb göstərilərək ABŞ və Rusiya arasında diplomatik əlaqələr kəsilmişdi. Vaşinqtonda Rusiyanın, Moskvada ABŞ-ın səfirliklərinə müəyyən məhdudiyyətlər qoyulmuşdu, səfirlər və bir neçə diplomatlar çıxarılmışdı və bu iki ölkə arasında faktiki olaraq diplomatik əlaqələr dayanmışdı. Donald Trump iqtidara gəldikdən sonra Rusiya ilə bu əlaqələri bərpa eləmək qarşısına əsas məqsəd qoyub. Təbii ki, bu görüşdə üstörtülü də olsa Ukrayna müharibəsi, bu müharibənin dayandırılması və sülhə nail olunması məsələləri müzakirə ediləcək. Amma ilk bu görüşdə hələ böyük nəticələr gözləməyə dəyməz. Çünki illərdir iki ölkə arasında həm siyasi, həm diplomatik, həm iqtisadi sahələrdə ayrılıqlar baş verib, əlaqələr belə deyək, faktiki olaraq dayandırılıb. Hələ bir neçə görüşdə bu əlaqələrin tam şəkildə bərpa olunması mümkünsüzdür. İlk növbədə diplomatik əlaqələr bərpa olunacaq. Bundan sonra Vaşinqton və Moskva arasında ən azından birbaşa dialoq təmin edilmiş olacaq. Növbəti mərhələdə Donald Trump və Vladimir Putinin üzbəüz görüşü təşkil oluna bilər. İstənilən halda təbii ki, müsbət addımdır. Çünki ABŞ və Rusiya arasında birbaşa dialoqun, birbaşa təmasın baş tutması gələcəkdə Ukrayna müharibəsinin dayandırılması və bölgədə sülhün əldə edilməsinə xidmət edir. Amma konkret olaraq sabahki görüş hələ ki diplomatik korpusların, səfirliklərin fəaliyyətinin bərpa edilməsi iki ölkə arasında diplomatik əlaqələrin tam şəkildə bərpa olunmasına yönəlir. Əhməd müəllim, və siz Fransadasınız ümumiyyətlə və maraqlıdır ki, bizə baş verən proseslər Avropadan necə görünür? Təbii ki, Rusiya və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin normallaşması indiki situasiyada bir çox ölkəyə maraqlarına xidmət edir, amma bəzi ölkələrdə maraqlarına xidmət etmir. Xüsusilə Ukrayna-Rusiya müharibəsinin gedişatında Avropada burada Rusiyanı zəiflətmək və Ukraynanı bu müharibədən qalib çıxartmaq üçün səylər göstərir. Amerika isə bunun tam əksini eləyir və nəzərə alaq ki, hazırda dünyada da bir iqtisadi müharibə gedir. Hazırda Donald Trump administrasiyasının tariflər məsələsi də ön plandadır və Çinlə bir iqtisadi böhran getdikcə dərinləşir və bu situasiyada Avropanın bu məsələdə rolunu necə qiymətləndirirsiniz? Təbii ki, Avropa ölkələri, Avropa liderləri bu prosesi çox narahatlıqla izləyirlər. Çünki son illər Joe Biden administrasiyasının ciddi dəstəyi ilə Avropa ölkələri Ukraynaya dəstək verirdilər, Rusiya qarşı sanksiyalara qoşulurdular. Amma Donald Trump iqtidara gəldikdən sonra ABŞ-ın Ukrayna ilə bağlı siyasəti tamamən dəyişib və Rusiya ilə əlaqələri bərpa eləmək və Rusiya ilə dialoq şəklində bu müharibəni sonlandırmaq məqsədi daşıyır və digər tərəfdən də Donald Trump ötən həftə açıqladığı yeni tariflər Avropa qitəsini də vurur və hər nə qədər Avropa Birliyi bu tariflərə cavab olaraq ABŞ mallarına yeni tariflər tətbiq eləsə də bu mübarizə ABŞ-la uzun müddət tab gətirə bilməyəcək Avropa ölkələri. Burada həm iqtisadi, həm də siyasi cəhətdən Avropa ölkələrin ciddi narahatlıq keçirirlər və düşünürlər ki, əgər ABŞ-ın hərbi və siyasi maddi dəstəyi olmasa Ukraynaya, bu Rusiyanın əlini gücləndirəcək. Avropa ölkələri isə Rusiya ilə qarşı durmada Ukraynaya uzun müddət
dəstəyi təmin edə bilməyəcəklər və nəticədə Rusiya hal-hazırda ilhaq elədiyi əraziləri özündə saxlaya biləcək. Bu Moskvaya yeni bir güc verəcək ki, Avropa ölkələrinə qarşı ilk mərhələdə hibrid müharibə, daha sonra isə hərbi əməliyyatlar keçə bilsin. İlk növbədə Şərqi Avropa ölkələri, Baltik yəni ölkələr bundan daha çox narahatçılıq keçirirlər və ABŞ-sız Avropanın gələcək təhlükəsizliyini, gələcək güvənliyini təmin etmək üçün yollar axtarırlar. Burada da elə Türkiyənin dəstəyinə ciddi ehtiyac var və Türkiyənin Amerikasız Avropa öz gələcəyini tək başına həll etmək iqtidarında olmadığı üçün yeni müttəfiqlər axtarışındadır və NATO'nun ikinci güclü ordusuna sahib olan Türkiyə Cumhuriyyətinin vasitəçiliyi ilə, dəstəyi ilə həm Ukraynaya hərbi və siyasi dəstəyə davam etdirmək və Avropanın özünün də gələcək təhlükəsizliyini təmin etmək baxımından Türkiyənin imkanlarından istifadə etmək bugün əsas prioritet məsələlərdən biridir. Amma Donald Trump'ın ilk günlər verdiyi açıqlamalardan fərqli olaraq ki, o Rusiyanı hələ də danışıqlar masasına oturmağa və şərtləri qəbul etməyə razı sala bilməyib. Rusiyanın da yeni tələbləri ortaya çıxır ki, hələ ki Donald Trump administrasiyası Ağ Ev tam şəkildə Rusiyanın maraqlarına uzlaşıbdır demək tezdir. Amma hələ ki Ukraynada müharibə dayanmayıb, hərbi əməliyyatlar davam edir. Avropa ölkələrinin Ukraynaya hərbi yardımları davam edir. Cəbhədə vəziyyət günü-gündən şiddətlənir. Amma Amerikasız Avropa öz gələcəyini çətin, qaranlıq görür. Ona görə də çalışır ki, özünün kollektiv təhlükəsizliyini təmin etsin və düşünür ki, Avropada kollektiv təhlükəsizlik Ukraynanın təhlükəsizliyindən keçir. Əgər Ukrayna məğlub olarsa, bu Avropanın gələcəyi üçün ciddi bir risk deməkdir. Ona görə bütün vəclə, bütün imkanlarını səfərbər edib ki, Ukraynada müharibə davam eləsin, yəni Rusiyaya qarşı müqavimət bundan sonra da davam eləsin, əsla və əsla dayanmasın. Əhməd müəllim, sonuncu sualımı vermək istəyirəm sizə. Siz Türkiyə məsələsinə toxundunuz və mənim üçün də maraqlıdır sizin fikirləriniz. Bu görüşün Türkiyədə keçirilməsi həm Amerika Birləşmiş Ştatları üçün, həm də Rusiya üçün sizcə nə dərəcədə əhəmiyyətlidir və İstanbulun belə bir görüşə mərkəzli etməsi, Türkiyənin belə bir görüşə mərkəz olması sizin fikrinizcə həm də Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın bir neçə gün bundan öncə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşü zamanı Rəcəb Tayyip Ərdoğana göstərdiyi rəğbətindən irəli gəlir? Yoxsa tamamilə sadəcə azad seçim olaraq İstanbul seçilir? Buna bağlı nə deyə bilərsiniz? Xeyr, bu təsadüf deyil. Mən düşünmürəm ki, bu görüşün məhz Türkiyədə keçirilməsi, Türkiyənin görüş üçün məkan olaraq seçilməsi təsadüfdür. Xeyr, burada təbii ki, liderlər arası şəxsi münasibətlər də böyük önəm daşıyır. Trump-Ərdoğan münasibətləri və ya Putin-Ərdoğan məsələsi münasibətləri burada önəm daşıyır. Türkiyə ilk gündən, yəni Ukrayna müharibəsi başlayandan Ukrayna-Rusiya müharibəsində tərəfsizliyini qoruyub saxlaya bilib. Yəni NATO üzvü olan ölkələrin Rusiyaya qarşı tətbiq elədiyi sanksiyalara heç bir halda qoşulmadı. Təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək şərti ilə eyni zamanda Rusiya ilə də dialoqu davam elətdirdi. Çünki Türkiyənin özü Rusiya ilə ciddi əlaqələrə malikdir və Qara Dənizdə əsas ölkələrdən biri olan Türkiyə heç bir halda bu müharibəyə tərəf ola bilməzdi. Çünki özünün milli maraqlarına ziddi və ən başından uğurlu geosiyasi pozisiyanı tutan Türkiyə bugün Qərb ilə Rusiya arasında dialoqun mərkəzi haline gəldi ki, həm Putin, həm də Donald Trump özlərini Türkiyə ərazisində, İstanbulda daha rahat hiss edirlər. Neytral bir ərazi olaraq Türkiyəni seçib. Eyni zamanda Türkiyənin qlobal siyasətdə, dünya siyasətində artan gücünü göstərir. NATO'nun ikinci böyük ordusuna sahib olan Türkiyə eyni zamanda Qərbin təhlükəsizliyində, yaxın şərqdəki vəziyyətdə önəmli faktorlardan biridir. Xüsusən də Suriyada son aylar baş verəndə Türkiyənin rolu qabardılır və İsrail baş naziri Netanyahunun Vaşinqtona səfəri və Türkiyə ilə bağlı ABŞ prezidentindən xahiş eləməsi də heç də təsadüf deyil. Çünki Türkiyə artıq regional deyil, dünya miqyasında münaqişələrdə həlledici mövqeyə sahib güc mərkəzlərindən birinə çevrilə bilib. Çox sağ olun, təşəkkür edirik yayıma qatıldığınıza görə. Mən təşəkkür edirəm. Bəli, qeyd edirəm ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Əhməd Şahidov var idi və biz Əhməd müəllimlə sabah İstanbulda baş tutacaq Rusiya, Amerika Birləşmiş Ştatları nümayəndələrinin görüşünü müzakirə etdik.